Salam dəyərli şagirdlər, əziz abituriyentlər, hörmətli valideynlər. Bugün mənim onlayn qoşulmuş tələbələrdən, şagirdlərdən biri Adil Vəliyevlə qarşınızda olacağım. Bir video çəkəcəyik. Deməli, çox valideyni və çox şagirdi maraqlandıran bir məsələdir ki, daimi bizə suallar ünvanlanır ki, bəs mən onlayn qoşularaq nəticə əldə edə bilərəmmi? Bəli, bu video məqsəd ondan ibarətdir ki, yeni abituriyentlər ki var, 11-ci sinifdə imtahan verəcək, onlar buradan nəticə götürsünlər özləri üçün və Adil 653 bal toplayıb, Adil Vəliyev, UNEC-in informasiya təhlükəsizliyi ingilis dilində tədris alır. Adil, buyur, sən də salamla bizi izləyənləri. Hər kəsə salam. Mən Adil Vəliyev. Demin keçirdiyi buraxılış və blok imtahanlarında ümumi 653 bal toplamışam. Buraxılışdan sonra onlayn şəkildə Emir müəllimlə hazırlaşmışam. Deməli, Adil, bəli, buraxılışdan sonraki dönəmdə, buraxılışdan bloka qədərki olan dönəmdə mənim onlayn dərslərimə qoşulub və bundan qabaq da bir şagirdlə video çəkmişdim, Xeyransə. Dediyim kimi, ona demişdim ki, ən çox sənin adın keçir. Deməli, ən çox riyaziyyat müəllimi dəyişənlərdən biri də Adildir. Birazdan bizə şagirdlərə, daha doğrusu elə ilk sualım belə olsun sənə. Birazdan buraxmayaq bunu ki, riyaziyyat baxımından sən blokdan, riyaziyyatdan 30 sualdan 29 sual yazmısan da. Bir sualda isbatda olan xırda bir səhvə görə isbatdan bal kəsmişdilər. Yəni belə götürdükdə 29 doğrudur da. Yəni əslində bu 100% nəticədir. Bu 100% nəticədir. İndi isbatda orada xırda bir məsələyə toxunmamısan deyə ona görə bal kəsdilər. Riyaziyyatdan bu abituriyentlərə nə məsləhət görərdin? Blok kimi çətin bir imtahandan, yəni bu nəticəni yazmaq çox gözəl bir nəticədir. Düşünürəm ki, hər bir abituriyent gün ərzində hər gün riyaziyyata vaxt ayırmalıdır, ən azından 1 saat belə. Yəni mən özümdə 6 fəndən hazırlaşırdım. Mən ilk öncə hətta kimyadan belə hazırlaşırdım. Sadəcə son anlıq qərara görə son bir ayı kimyadan hazırlığa getmədim. Gün ərzində 6 fəndən 6-sına da vaxt ayırmaya çalışırdım. Ona görə də yəni istər-istəməz riyaziyyata da hər gün vaxt ayırırdım. Ümumiyyətlə riyaziyyatdan ibtidai sinifdən mənim marağım var idi. Ona görə də ən yaxşı bildiyim fən olaraq da riyaziyyat idi. Yəni hətta 9-cu sinifdə mən toplu 1-ci hissəni 4-5 dəfə bitirmişdim də, yəni. Məsləhətim də odur ki, 9-cu sinifdə toplu 1-ci hissəni ən azından şagird bir dəfə bitirməlidir. 10-cu sinifdə isə 2-ci hissəni də hətta düz son 3 mövzu limit integral falan törəməyə toxunmaya ehtiyac yoxdur. Amma ikinci hissəyə də yəni hər bir abituriyent baxmalıdır. Ümumiyyətlə nəzəri hissəni məncə 10-cu sinifdə yığmaq daha yaxşıdır. 11-ci sinifdə isə testlə gücləndirmək lazımdır məncə. Aha, aydındır Adil. Mənim sənə sualım belə olsun ki, dostum, deməli sən onlaynda mən sənə dərs keçmişəm, görmüşəm ki, sənin məsuliyyətinin şahidi idim də, gördüm testləri necə işlədiyini, yəni şahid idim. Onlaynda, onlayn riyaziyyatın səncə əyani riyaziyyatdan üstünlüyü var, yoxsa geriliyi var, düşünürsən əyani riyaziyyata getmək daha yaxşı olar? Yəni sən necə fikirlərsən? Tam səmimidir, amma yəni real fikirlərin nədən ibarətdir? Mənə görə bu şagirddən asılıdır. Yəni onlayn hər şagirdə görə deyil, amma yəni əgər məqsədi olan şagirdsə onlayn mənə görə əyanidən daha yaxşıdır. Çünki əyaniyə gedəndə yəni yolda falan vaxt itirirsən, amma onlayn elə bir problem yoxdur da. Ona görə mən bloka bütün fənlərdən onlayn hazırlaşmışam buraxılışdan sonra. Yəni mənə ziyanı dəyməyib. Mənə görə də yaxşıdır. Aydındır. Məncə də, mən də elə fikirləşirəm əslində, amma sənin dediyin çox önəmli bir fakt var ki, şagirddən şagirddə dəyişən prosesdir bu. Çünki hər şagirddən onlayn alınmır, sözün açığı. Yəni belə deyək də, onlayn alındıra bilməyən şagirdlərin əksəriyyətində heç əyani də alınmır. Yəni mən onlayn başa düşmürəm, yəni başa düşmürəm söhbəti deyirlər. Yəni şagird özü nə etməlidir birinci? Birinci məsuliyyətli olmalıdır. Onlayn sırf məsuliyyətli şagirdlər üçündür. Yəni mənim görüşüm bundan ibarətdir. Mən artıq 3 il, 4 ildir yaxın, 4 ildir artıq onlayn təcrübəm var. Belə deyək də onlayn dərs keçirəm. Və görürəm də, təcrübəmə dayanaraq görürəm ki, qoşulan şagirdlərdən yəni 653 bal toplamaq, yəni blokdan da belə yüksək nəticə yazmaq, yəni onlayn qoşularaq yaza bilirsənsə əgər,
Deməli, burada önəmlidir ki, məsuliyyətdən söhbət gedir. Söhbət burada şagirdin məsuliyyətindən gedir. Sən nə qədər ki, mən desəm də ki, bu nəticədə mənim payım var, düz ola bilər payım var, amma burada sənin məsuliyyətin daha çox payı var. Sənin məsuliyyətindən irəli gəlir ki, bu nəticə gəlir ortalığa. Yenə sənə bir ənənəvi suallardan biri, valideynləri kənara qoysaq, müəllim və şagird arasında 100%lik nəticəni 100% şkalaya salsaq, yəni belə deyək də, cədvələ salsaq da, şagirdin və müəllimin burada faizi nə qədərdir? Bu da məncə şagirddən şagirdə dəyişir. Yəni mən özüm çox da tənbəl biri olmadığıma görə, yəni müəllimin verdiklərinə kifayətlənmirdim də, istər fəndən, təkcə riyaziyyata aid deyil. Ona görə də mən düşünürəm ki, 60% şagird, 40% müəllimdən asılıdır. Yəni 40% özü də çox böyük faiz təbii ki də. Təbii ki, bu 100% biz bölgülürük. Yəni sualım belə oldu ki, yalnız şagird müəllim, əslində burada valideynlərin kütlə payı var mütləq şəkildə. Yəni burada kütlə payı yəni çoxdur. Amma sadəcə mənim sualım elə çıxdı ki, yəni yalnız şagird və müəllimə baxsaq, ikisi arasında bölgüləsə necə olar? 653 bal yığaraq sən UNEC-in informasiya təhlükəsizliyində təhsil alırsan. Bu belə deyək, ixtisası sən əvvəlki illərdən, məsələn 9-cu sinifdən, 10-cu sinifdən seçib gəlmişdin, yoxsa sonradan? İxtisas olaraq düşünürdüm, amma universitet olaraq düşünmürdüm. Yəni tam qərar verə bilməmişdim. İxtisas olaraq informasiya təhlükəsizliyi istəyirəm. Çünki yəni dünya rəqəmsallaşır, istər bankçılıq sahəsində, istər səhiyyədə ya da hökumət işlərində. Ona görə də daha çox informasiya, yəni daha çox da təhlükə artdığına görə düşünürəm ki, kiber təhlükəsizliyi ixtisasına daha çox tələbat yaranır. Həm iş imkanları sayəsində, həm də istər hər şeydə. Aydındır Adil, aydındır. Deməli, sənə növbəti sualımız da belə olsun ki, Adil, sən bayaq bilməm, bəlkə də bu sualın cavabını vermiş oldun, amma gündəlik riyaziyyata vaxt ayırmaq lazımdır, yoxsa həftədə 2 dəfədirsə hazırlığın, məsələn, tutaq ki, sabah hazırlığındır, bugün gecə baxım riyaziyyatın tapşırıqlarını yazım, çıxım gedim. Hazırlığa bu yöndədir fikrin, necədir? Gündəlik məncə vaxt ayırmaq lazımdır. Əsas da 10-cu sinifdə düşünürəm. Yəni 11-ci sinifdə ola bilər yanvar, fevral aylarında çox da vaxt qalmasın, yəni düz buraxılışa görə vacibdir ayırmaq, amma 10-cu sinifdə yəni hər gün vaxt ayırıb nəzəriyyəni çox gücləndirmək lazımdır düşünürəm. Yəni o cümlə 10-cu sinifdə mən əsasən nəzəriyyə hissəsini öyrənirdim. Test işləyirdim, amma o qədər də yoxdur. Amma 11-ci sinifdə nəzəriyyə hissəsinə çox baxmırdım, çünki artıq yadımda idi. 10-cu sinifdə bazan güclü olandan sonra ehtiyac qalmır məncə. Amma hər gün vaxt ayırmaq lazımdır düşünürəm. Ən azı 1 saat belə olsa. Aydındır Adil, aydındır. Bilirsən ki, bizdə sınaqlar olur. Yəni OTK-nın sınaqları olur. Digər kursların sınaqları olur. Ümumiyyətlə sən sınaqlara yəqin digər kursların içində də iştirak eləmsən, OTK-da da iştirak eləmsən. Abituriyentlərə hansını məsləhət görürsən? Tam real və OTK-da nəticən necə idi riyaziyyat üzrə? İmtahanda necə oldu? Mən 10-cu sinifdə hədəf və OTK sınaqlarına getmişəm. 11-ci sinifdə isə 6 dəfə ya da 7 dəfə OTK sınağına getmişəm, bir dəfə də güvən səfərimə. Yəni mənə görə ən yaxşısı OTK sınaqlarıdır. Ümumiyyətlə imtahan nəticəsindən çox üstə düşür. Getdiyim OTK sınaqlarında hamısında riyaziyyat 100% idi, amma imtahanda xırda bir mexaniki səhvə görə olmadı. Yəni ümumi OTK ortalama balım elə imtahandakı buraxılış balım idi. Hətta bir dəfə tam eyni balı belə yığdığım olub. Buraxılış balı neçə idi? 288.1. OTK sınağının birində də eyni balı yığmışdım yəni hətta. 288. O xatırlamırsan o hansı OTK sınağı idi? 3-cü, 4-cü? Səhv eləmirəmsə 3-cü idi. Mən adətən fikir vermişəm ki, yəni şagirdlərdə sonuncu məndə çox idi. Daha çox üstə düşür. 296 bal belə idi, amma yəni imtahanda xırda səhvlər olmadı. Mən adətən fikir vermişdim ki, indiyənə qədər şagirdlərlə, bu abituriyentlərlə söhbətimizdə belə olmuşdur ki, bu sonuncu imtahan yoxdur. Yəni orada daha çox üstə düşür. İndi səndə 296 olub, amma imtahanda olmadı. Əslində belə baxanda 296, 288, yəni arasında yaxındır da, yəni yaxındır. Yəni dəhşətli dərəcədə fərq varmı? Yox. Məsələn, sınaq o dərəcədə yararsız hesab edirəm ki, mən onu, məsələn, gedirsən sınağa 200 belə deyək də 20 bal toplayırsan, gəlib buraxılışda toplayırsan 280 bal. Yəni arasında bir fərq var da bunun. Söhbət sonuncu sınaqlardan gedirsən, mən də elə fikirləşirəm ki,
belə deyək də şəxsi düşüncəm OTK sınaqlarıdır. O OTK sınaqlarıdır, şagirdlərə daha çox faydalıdır. Bir də sənə növbəti sualımız belə olsun ki, sən onlayn hazırlaşaraq belə deyək də onlayn resurslardan öz müəllimin verdiyi tapşırıqlardan istifadə edirdin, yoxsa köməkçi, məsələn tutaq ki, müəllim evə tapşırıq verib, girib YouTube-dan digər səhifələrdən istifadə edeyim, baxım, belə deyək də ev tapşırığını özün düşünürdün, yoxsa axtarırdın, baxırdın başqa səhifələrdən. Bu yöndə necədir fikrin? Mən düşünürəm ki, bu heç düzgün deyil. Yəni müəllimin verdiyi tapşırığı YouTube-dan və ya başqa bir yerdən baxmaq şagirdə tənbəlliyə gətirib çıxardır. Yəni hətta mən özüm bir sualın üstündə yarım saat, 1 saat belə fikirləşdiyim olub. Yəni biraz da insan xarakterinin asılıdır. Özüm inadkar biri olduğuma görə o sualı tapmasam, yəni rahat ola bilməzdim. Yəni heç vaxt istifadə eləməmişəm. Hətta 11-ci sinifdə dərs çox olduğuna görə, yəni hər bir şagird ən azından bir dəfə nəyisə köçürüb gedə bilər. Düzü riyaziyyata aid deyil. Amma Azərbaycan ingiliscə falan variantlı testlərdə köçürtmək olur, amma mən özüm köçürtməmişəm heç vaxt. Yəni yazmamışamsa da belə yazmamışam. Demişəm ki, müəllimə də çatdıra bilməmişəm. Yəni insanlıq halda ola bilər. Amma heç vaxt istifadə eləməmişəm YouTube-dan falan. Aydındır. Adil, bir də mənə maraqlı olan, sən bu buraxılışa qədər bəs onlayn dərslərdən hansınasa qoşulub istifadə eləmisən, yoxsa? Onlayn dərs yox, sadəcə fizikadan sınaq qruplarından istifadə eləmişəm. Mənim 10-cu sinifdə fizikam çox zəif idi. Ümumiyyətlə, 1-ci qrupa gedəcəyimi fikirləşmirdim. 10-cu sinifdə dəyişmişəm mən. Ona görə fizikadan sınaq qrupundan istifadə eləmişəm, amma buraxılışa qədər onlayn yox. Aha, aydındır. Sən bilirsən də bizim də sınaqlar qrupumuz var riyaziyyatdan. Və həmin sınaqlar qrupunda mən nəyə şahid oluram? Məsələn, məsuliyyətli şagird məsuliyyətlidir. Sınağı adicə yazmayanda belə xatırlayıram ki, sən hər zaman nə edirsən? Hər zaman mənə yazırdı ki, məsələn, müəllim, bu gün işim var, olar sabah eləyim. Da sabah eləyim, sonra sabah yadından çıxdı, hə, müəllim unutdu. Yəni sırf müəllim xəttinə eləmirdin də, götürüb sabah eləyib həqiqətən də göndərirdin. Və o bayaq da o bir abituriyentlər deyirəm ki, sayğı məsələsi. Yazanda da müəllim üzr istəyirəm, narahat elədim və s. Yəni istifadə edirsən də burada heç kimin belə deyək də, nətər deyək, o bir dənə söz var el arasında. Heç kimin rütbəsi aşağı düşmür də, yəni istifadə edirdin, ən azından müəllimə hörmətini göstərirdin. Həm gördün ki, müəllim də səndən maraqlanır. Hətta Adilin belə deyək də, sən blok imtahanı verəndə mən gəlmişdim ki, çıxışa gəlmişdim ki, Adilin nəticəsini elə yerindəcə orada yoxlayım. Yəni şagird nə qədər oxusa, müəllim də onu o qədər çox istəyir. Yəni istənilən bu fəndə belədir də bu. Düzdür, mənim sənin kimi məsələn seçim eləmişdim öz aramda ki, hansı uşağın məktəbinə gedim. Yəni hər il mən buraxılış imtahanlarında və ya blok imtahanında şagirdlərin məktəblərinə gedirəm ki, qapıdan çıxan kimi yoxlayım. Və nəticə etibarilə elə alındı ki, sənin məktəbinə gəldik. Və şükür Allah ki, nəticən də pis olmadı, nəticən də yaxşıdır. Mən buna görə çox sevindim. İnşallah bundan sonraki nəticələrin də belə deyək də, bundan sonraki uğurlarını eşidib biz fəxr eləyərik, qürurlanarıq. Və bu arada Adilin hazırda qardaşı Aqil də mənim şagirdimdir. İnşallah növbəti il bu belə deyək, stol arxasında Aqil əyləşər, öz uğurlarını bizimlə bölüşər. İnşallah görürəm ki, Adil də onun nəticəsi ilə maraqlanır, soruşur, eləyir. İnşallah yaxşı olar. Adilə növbəti sualım belə olsun ki, Adil, bəs sən bu abituriyentlərə yalnız toplunu işləməyi məsləhət görürsən, yoxsa topludan başqa belə deyək də, başqa kitablar sənin bildiyin daha ekstra düşünürsən ki, bu topludan daha yararlıdır, bunu işləsinlər, yoxsa neynəsinlər? Məncə deyim imtahanlarına toplu kifayət eləyir. Yəni birinci, ikinci hissə bəs eləyir, amma yəni mən özüm onlarla kifayətlənmirdim. Riyaziyyata olan marağıma görə mən 9-cu, 10-cu sinifdə MHM işləməyə çox xoşlayırdım. Yəni çox çətin sual olduğuna görə işləyirdim. Blok imtahanında da sizin kitabdan işləyirdim, yazıcıda gəlir yəqin ki. Yəni özüm işləyirdim, amma yəni çox da dim imtahanlarına görə önəmi yoxdur da. Sadəcə mən həvəs olaraq işləyirdim o kitabları.
birinci, ikinci hissə toplu kifayət eləyir məncə. Məncə də kifayət eləyir. Bizim hazırdakı, yəni bundan sonrakı bir dəyişiklik olacaqsa bilmirəm, amma hazırda, yəni bu illərə qədərki olan DİM imtahanlarında demək olar ki, birinci və ikinci hissənin sualları tam proqrama əhatə eləyir məndə. Mən də elə fikirləşirəm. Bir də adi sənə sual verim. Bu telefondan bilirsən ki, bizim şagirdlərin bu dəqiqə əksəriyyətinin problemi telefonla vaxtı düzgün idarə etməməkdir. Yəni telefonda girir Instagrama, TikToka və s. sosial şəbəkələrə girir, istifadə edir. Sən necə bölgülürdün bu vaxtı? Yəni sən Instagram hesabın məsələn var idi, TikTok hesabın var idi, məsələn digər hesabların necə idi vəziyyət? Ümumiyyətlə mən Instagram hesabını imtahanlardan sonra açmışam yay tətilində. Müəllimi takib edirsən yoxsa yox? Takib edirəm. Amma TikTok hesabım hələ də yoxdur. Yəni abituriyent vaxtımda sosial şəbəkə yalnız WhatsApp işlətmişəm. Düşünürəm ki, vaxt bölgüsü həqiqətən çox önəmlidir. Özüm də bu səhvlər eləmişəm mən. Yəni mən əsasən gecələr dərs oxuyurdum. Səhər dərs oxuya bilmirdim. Fikrim yayınırdı istərsəmiz, ona görə gecə oxuyurdum. Yəni yuxu rejimi falan pozulurdu ona görə. İstərsəmiz bu təsir eləyir nəticəyə. Amma telefona görə yəni çox da mane olmayıb mənə. Çünki işlətmirdim mən sosial şəbəkə falan. Sənə bir dənə fərqli sual verim, belə bir sual verim. Abituriyent vaxtlarına qayıtsaydın, düşünürsən ki, bu dəqiqə 650 bal toplamısan və kifayət qədər bir yaxşı bir nəticədir. 700 bal üzərindən 653 bal məncə də kifayət qədər uğurlu bir nəticədir. Düşünürsən ki, abituriyent vaxtlarına bu dəqiqə qayıtsaydın, nəyi eləməzdin və ya ən çox nəyi eləyərdin? Sualı fikirləş, sonra cavab ver. Əslində mənim abituriyent vaxtı elədiyim səhv çox deyildi. Yəni mən imtahanlarda istərsəməz mexaniki səhv eləyirdim. Yəni diqqətsizlik problemi var idi məndə. Yəni bunun səbəbini özüm hələ də bilmirəm, amma çox diqqətsizlik səhv eləyirdim mən. Sınaqlarda çox diqqətsizlik səhv eləməmişəm. Yəni hətta bu blok sınaqlarında 385 bal belə yığmışam, amma DİM-in keçirdiyi blokda 365 bal yığmışam. Yəni məncə imtahan stresinə görə olurdu. O da insanın özündən asılıdır deyə düşünürəm. Amma abituriyent vaxtıma qayıtsaydım yuxu rejimimə diqqət eləyərdim. Yəni valideynlərim mənə çox deyildilər, yəni yuxu rejiminə diqqət elə, amma olmursa olmur da yəni. Elə yox, sən deməli idin ki, Emil müəllimin dərsinə daha tez qoşulmalıydım. Deməli, Adil, çox sağ ol, dəvətimi qəbul edib gəldiyin üçün. Düşünürəm ki, bizim videomuzda maraqlı alındı. Bizim abituriyentlərimiz bu ilki hazırlığa gələn abituriyentlər, istər onlayn qoşulan abituriyentlər baxacaqlar bu videoya. Ümid edirəm ki, onlar üçün yararlı olar. Sənin fikirlərini nəzərə alacaqlar. Çünki 653 bal toplamaq və riyaziyyatdan bu nəticəni yazmaq yəni böyük əzm, böyük bir çalışqanlıq, böyük bir məsuliyyət tələb eləyir. Düşünürəm ki, bunların hamısı səndə var. Sənə uğurlar arzulayıram. İnşallah bu sənin uğurlarının ən minimumu olar. Buradan da cari ilin abituriyentlərinə səslənirəm ki, sizlərin hər birinizə uğurlar arzulayıram. Bu şagirdlərin uğur hekayələrinə mütləq baxın və oradan özünüz üçün lazımi qeydlər götürün, lazımi tövsiyələr götürün. Uğurlar. Adil, sənə də həmçinin uğurlar. Çox sağ ol.